Hər kəsin tanıdığı o dağınıq saçlı, qara taxta qarşısında dayanan dahi fiziki xatırlayırsınız. Yaxşı, gəlin bugün o məşhur mifi bir kənara qoyaq və əsil Albert Einsteyni birlikdə kəşf edək. Çünki inanın mənə, reallıq ağlınızdakı o dahi karikaturasından qat-qat fərqli və bəzən olduqca qaranlıqdır. Bəs əslində o necə biri idi? O qəliz kəşflərin arxasında dayanan insan kim idi? Biz adətən nisbilik kimi böyük sözlərdən, ağlasığmaz tapıntılardan danışırıq. Amma bugün görəcək ki, o həm də hamımız kimi səhvlər edən, bəzən ziddiyyətli, bəzən də anlaşılmaz bir insan olub. Dahi olmaq, heç də hər şeydə mükəmməl olmaq demək deyil axı. Gəlin pərdəni açaq. Baxın, bu ekrandakı faktlara bir göz atın. Universitet imtahanından kəsilmək, gizli bir uşaq, ölümündən sonra beyninin oğurlanması, tam bir absurd kimi səslənir, elə deyilmi? Amma sizə deyim ki, bunların hamısı 100% həqiqətdir. Bu kiçik detallar, kainatın sirlərini açan bir insanın adi insan həyatı ilə necə çətinliklə mübarizə apardığını göstərir. Bu mürəkkəb mənzərəni anlamaq üçün biz bugün onun həyatını 5 əsas mərhələdə araşdıracağıq. Gec danışmasından tutmuş, kainatın şifrəsini necə açmasına, şəxsi həyatındakı o böyük xaoslara, pasifist kimi yaşadığı mənəvi dilemmaya və nəhayət o qəribə sonuncu sirrə qədər. Çox vaxt itirmədən gəlin dərhal başlayaq. Birinci hissəmiz, gec danışan dahi. Gəlin 1879-cu ilə Allanyanın Olm şəhərinə qaydaq. Einstein heç də o kitablardakı tipik möcüzə uşaq, yəni Wunderkind deyildi. Doğularkən başı o qədər böyük imiş ki, ailəsi ciddi-ciddi onun anormal olduğunu düşünüb. Üstəlik o uzun illər ümumiyyətlə danışmayıb. Təsəvvür edirsiniz? Nəhayət bir gün şam yeməyində sükutunu pozur və sadəcə belə deyir. Bu yemək çox istidir. Valideynləri təəccüb içində. Təbii ki, soruşurlar ki, indiyə qədər niyə susurdun? Onun cavabı isə çox sadə və soyuqqanlı olur. Çünki indiyə qədər hər şey qaydasında idi. Çox qəribədir, elə deyilmi? İndi isə həyatının iki fərqli anına baxaq və ziddiyyəti görək. 5 yaşı olanda xəstə yatarkən atası ona bir kompas verir. O kompas Einsteyni ovsunlayır. Gözə görünməz qüvvələrin dünyanı necə idarə etdiyini anlamağa başlayır. Amma gəlin 17 yaşına, o dahi uşağın gəncliyinə baxaq. İsveçrədəki standart qəbul imtahanından kəsilir. Tarix, dil, coğrafiya hamısından kəsilir. Yalnız fizika və riyaziyyatı keçir. Bu, əslində ənənəvi məktəb sistemlərinin və o standart testlərin bəzən əsl potensialı necə görə bilmədiyini bizə əla nümayiş etdirir. İkinci hissəmiz, kainatın şifrəsini açmaq. Yaxşı, bəs o kosmosu necə dərk edirdi? Einsteynin əsl super gücü o çox qəliz və mücərrəd olan elmi tapmacaları hamımızın başa düşəcəyi səviyyəyə endirməsində idi. Məsələn, zaman və məkanı izah etmək üçün yorucu elmi jargonlar yerinə nə edirdi? New Yorkdakı Times meydanının koordinatlarını və səmada asılı qalan bir buludu nümunə çəkirdi. O, bununla deyirdi ki, zaman və məkan mütləq deyil, hər şey sizin kainatda harda dayanmağınızdan, yəni tamamilə müşahidəçidən asılıdır. Sadə səslənir, hə? Amma bu məntiq bütün müasir fizikanın təməlini dəyişdi. İndi isə yəqin ki, çoxunuzu təəccübləndirəcək bir fakt. 1921-ci ildə Einstein o məşhur fizika üzrə Nobel mükafatını nisbilik nəzəriyyəsinə görə almayıb. Xeyr. O, bu mükafatı məhz ekranda gördüyünüz fotoelektrik effekt kəşfinə görə alıb. Sadə dildə desək, o sübut etdi ki, işıq təkcə bir dalğa deyil, həm də foton adlanan kiçik, güclü enerji paketləridir və metallara dəyəndə elektronları oradan qoparır. Bilirsiniz bu nə deməkdir? Bu kəşf olmadan bugün cibimizdəki smartfon kameraları, rəqəmsal cihazlar və günəş panelləri sadəcə mövcud olmazdı. Əsl oyun dəyişdirici. İndi isə üçüncü hissəyə keçirik. Qarışıq şəxsi həyat. Və inanın mənə, bura həqiqətən də çox qarışıqdır. Kainatın ən dərin sirlərini asanlıqla çözən adam, təəssüf ki, şəxsi münasibətlərində fəlakət dərəcəsində bərbad idi. Bilirdinizmi ki, onun tələbəsi Mileva Marişdən Lizerl adında gizli bir qızı olub? Və ən acınacaqlısı da odur ki, Einstein bu uşaq ya faciəli şəkildə ölənə, ya da övladlığa verilənə qədər onu bir dəfə də olsun görməyib. Təsəvvür edirsinizmi? Sonsuz kosmosu anlayan bir beyin öz doğma övladı ilə bir bağ qura bilmir. Çox qəribə ziddiyyətdir. Vəziyyət daha da qəribələşir. O, həyat yoldaşı Mileva ilə münasibətləri pozulduqdan sonra eyni evdə yaşamağa davam etmək üçün ona az qala qul kimi bir evlilik müqaviləsi imzalatdırıb. Ekranda bu şərtlərə bir baxın, paltarlarımı həmişə təmizlə, gündə 3 dəfə yeməyimi ver, otağıma girmə və ən əsası, mən istəməyincə mənimlə danışma. Bu qədər klinik, bu qədər qəddar. Bir dahinin adi insan sevgisindən və empatiyadan necə bu qədər uzaq ola biləcəyini görmək həqiqətən sarsıdıcıdır, deyilmi?
Milyavadan səskili şəkildə boşanandan sonra nə etdi bilirsiniz? Öz xalası qızı Elza ilə evləndi. Lakin mənbələr deyir ki, o əvvəlcə Elzanın deyil, onun özündən düz 18 yaş kiçik olan gənc qızının arxasınca düşüb, onunla evlənmək istəyirmiş. Sevgi həyatı tam bir xaos, emosional bağ qurmaq qabiliyyəti isə demək olar ki, sıfır idi. Fanatikcəsinə yalnız elmə fokuslanmaq, nəticədə arxasında parçalanmış bir ailə və ondan çox uzaqlaşmış bir oğul buraxdı. 4-cü hissə, pasivistin dilemması. Gəlin indi bu adamın siyasi daxili mübarizəsinə nəzər salaq. Einsteynin siyasi fikirlərinin zamanla necə kəskin dəyişdiyini bu xronologiyada aydın görə bilərik. 1914-cü ildə o müharibəyə qətiyyən qarşı çıxan sarsılmaz bir sülh tərəfdarı idi. Amma 1939-cu ilə gəldikdə təsəvvür edin, eyni adam ABŞ prezidentinə atom bombasının yaradılmasını təklif edən o məşhur məktubu yazır. Küçələrdə sülh axtaran bir faaldan nüvə əsrinin qapısını aralayan adam olmağa doğru necə bir yol gəldi? O, bu ziddiyyəti bir cümlə ilə belə izah edir. Mən prinsipcə pasifistəm, lakin mütləq pasifist deyiləm. Baxın, nasistlər Almaniyada hakimiyyətə gələndə Einstein də dəhşətli bir reallıqla üz-üzə qaldı. O anladı ki, qarşıdakı təhlükə sözün əsl mənasında dünyanı yox edə bilər. Belə olan halda, hətta ən müqəddəs saydığınız prinsipləri belə kənara qoymaq məcburiyyətində qalırsınız. Dünyanın ən təhlükəli silah yarışına təkan vermək, bu bəlkə də onun sağ qalmaq üçün verdiyi ən çətin və ağrılı qərar idi. Nəhayət 5-ci hissəmiz, sonuncu sir. Onun ölümündən sonra baş verən o qəribə hadisə. 1955-ci ildə ABŞ-da Einstein vəfat edəndə hər şeyin bitdiyini düşünürsünüzsə, yanılırsınız. İnsan zəkasını hər şeydən çox dəyər verən bir adamın ölümü çox absurd bir olayla bitdi. Onun o böyük beyni, bəli, atopsiyanı edən həkim tərəfindən icazəsiz oğurlandı. Həkim Harvey o beyni çıxarıb gələcək nəsillərin bu dahi necə düşünürdü tapmacasını çözməsi ümidi ilə bir bankaya qoydu və 10 illiklər boyu xüsusi bir maddənin içində gizli saxladı. Sanki müqəddəs bir əmanət kimi. İnanılmazdı, düzdür. Lakin Einsteinin bizə qoyduğu əsl miras əlbəttə ki, o bankadakı beyin deyil. Ölümündən qısa müddət əvvəl o dünya liderlərinə çox təsirli və kədərli bir xahiş ünvanladı. İnsanlığınızı xatırlayın və qalan hər şeyi unudun. Yaratdığı elmin nüvə qırğınına səbəb ola biləcəyini dərin bir peşmançılıqla bilən adamın bəşəriyyətə etdiyi o son ümidsiz yalvarış. O hər şeyi bir kənara qoyub sülhü və insanlığı seçməyimizi istəyirdi. İndi isə sona çatdıqda gəlin birlikdə bir düşünək. Biz bu adamı necə qəbul etməliyik? Kainatın sirrini tapan qüsursuz memar kimi, yoxsa ən sadə münasibətlərdə belə fəlakətli səhvlər edən adi bir insan kimi? Ola bilsin ki, Albert Einsteyni əsl əfsanəyə çevirən onun fizika düsturları deyil, dahi bir beyinlə qüsurlu bir insan olmaq arasındakı o dərin, bitməyən ziddiyyətidir. Bəlkə də onu əbədi edən məhz bu insani qüsurlarıdır. Siz bu barədə nə düşünürsünüz? Gələn dəfəyə qədər özünüzə yaxşı baxın.